Gecənin bir yarısı yuxudan oyanmısansa və yenidən yata bilmisənsə, mütləq bu üsulları sına. Birinci, telefona qətiyyən baxma. Çünki telefonun mavi işığı yuxu hormonu olan melatonini bloklayır və beyinə sanki gündüzdür deyə siqnal ötürür və beləcə sənin yuxun qaçır. Əlvi telefonu aparma, sakitcə uzan və yenidən yatmağa çalış. İkinci, saata da qətiyyən baxma. Çünki saatı izləmək, vaxtı izləmək insanda stres yaradır. Stres hormonlarını aktivləşdirir. Ümumiyyətlə, özündə vaxtı düşünməmək vərdişi yarat, saata baxmamaq vərdişi yarat. Nəyə ehtiyac var ki? Onsuz da səhərə yaxındırsa, budilnik salacaq, oyanasın. Yəni, gecə yarısıdırsa, bunu bilməyin nə mənası var ki? Boş-boşuna özündə narahatlıq yaratsan ki, ayda saat 3-dür, 4-dür, mən necə yatacaq? Üçüncü, nəfəs məşqləri ilə. Məsələn, 4 saniyə nəfəsini al, 6 saniyə saxla, 8 saniyə burax. Sübut olunub ki, bu cür nəfəs məşqləri parasempatik sinir sistemini aktivləşdirir və yuxunu təşviq eləyir. Dördüncü, bədən istiliyini tənzimlə. Ümumiyyətlə, bədənin temperaturunun azalması keyfiyyətli yuxuya getməyi təşviq eləyir. Bunun üçün də yüngül yorğandan istifadə etmək lazımdır. Çılpaq yatmaq lazımdır və sərin otaqda yatmaq lazımdır. Hardasa otağın temperaturu 18-20 dərəcə Selsi olsa bəs eləyir. Beşinci, zehnini məşğul elə, ağıl oyunları oyna. Məsələn, bir dənə hərf götür, o hərflə heyvan adları saymağa çalış və yaxud da bir rəqəm götür, geriyə doğru say. Çünki zehni məşğul eləmək, ağıl oyunları oynamaq beynin mərkəzi sinir sistemini sakitləşdirir. Bu da yuxuya getməyinizi asanlaşdırır. Və sonda lavanda yağı ilə aromaterapiya eləyə bilərsiniz. Yağı biləyinizə sürtə bilərsiniz, balıncınıza sürtə bilərsiniz. Həmçinin xüsusi aparatla evə qoxu şəklində yaya bilərsiniz. Bu da keyfiyyətli yuxunu təşviq edir. Həmçinin melisa çayından da istifadə edə bilərsiniz. Həm yatmamışdan qabaq, həm gecə oyanıb yatmağa çalışarkən bu da keyfiyyətli yuxunu təşviq edən nüanslar arasındadır. Sağlam olun, sağlam qalın.